Qazi Dadaşov Süleyman. Halım pisləşib biraz, cənab prezident. Cənab baş prokuror. Halım zəifləşib. Mən bunu bir xeyla bundan qabaq kəsmişəm. Zaten telefonumda biraz şeyler var da, o anlaşmazlıklar var. Belə aça bilmirəm. TikTok'a girdim, biraz danışdım, yenə də biraz sonra. Mənim qucağımdakı qan mənim qanım. Baxın. Allah sənə rəhmət eləsin, ay Səfdər. Onu da qəbul edir orada. Heç öləsi oğlan öldü yox. Yaz Səfdər. Kimi yazım Səfdərcikdən? Səfdərin oğlu yazdı, Səfdərin oğlu yazdı. Vay gələcək o. Görürsünüz qanım. Qucağımda yığılıb. Vəzinim zəifləyib biraz. Vəzinim zəifləyib. Cənab prezident, görün nə deyirəm. Mən heç də eləməmişəm. Sadəcə birinci qrup ələm. 85% yoxdur. Mən heç səndə özümdən çıxıram. Onu özümü kəsmək istəyirəm. Mənə şərlər atırlar. Yəni bizi... Sən öz toyuna çağırmırsan, bunları çağırasan. Oğlumun toyuna çağırırsan, oğulları çağır da. Laf qanımı qaraldırsan, qasım. Yaşlaşdıqca laf... Yəni mən hansı səhvə yol vermişəm ki, mən cinayətkar kimi görürlər. Araşdırmanın hamısı şər atırlar ki, məni hüzdan salmasın. Yəni ki, bunlar qıcaqlı yatanda biz bölüşmüşük, belə göstərəndə bildik. Biz bölüşmüşük. Dövüş yoldaşlarımın şahidi ifadələri də var. Daxil qoşunun spesnazına neysə, spesnaz profesional istehkamcı pick-up'larınızı olmuş. Mən zəifləməyəcəm. Cənab prezident, mən zəifləməyəcəm. Mən zəifləməyəcəm. Cənab prezident, mən zəifləsəm, mənim düşmənlərim mənə baxıb sevinəcək. Mən mərd olmalıyam, hə. Onlar bir qeyrət olduqlarını başa düşsünlər. Hər. Baxın. Qucağımda qanı görürsünüz. Bu görkəli yoxsa qaranlıqdır. Görkəli qucağımda qanım. Et toxsun görmədiniz. Cənab prezident, sizdən xahiş edirəm. Əgər biz səhv eləmişiksə, erməniyə güllə atmaqda səhvimi boynuma alırım. Səhvimi boynuma alırım. Problem yoxdur. Yəni ki, mən beləncə olmalıyam. Mən bütün
Bütün cavanlığımı Qarabağ yoluna saldım. Xocalı söhbətini eşidəndə bizim dəstə hamısı Əziz İbad, Şurova Şəhər, Almazov Mehman, Əbilfəz, Qoca, Ucalı, Gədəbəydən, Musagil, Nadi bizim komandirimiz, əvvəlki o Nadirin qıçı yoxdur, Allah şəfa versin, qardaşım. Allah şəfa versin. Yaşıyorsun, mənə zəyə vurmuyor. No 51 deyəsən mən. No 51 deyəsən mən. No 51. No 51. Beş yaşta 5 15 41. Növrəmdir. Noel 5 yaşdadır 5. 15 41 mənim növrəmdir. Mən növrəmdir. Sabirabaddan Elşad. Bizim spesnaz dəstənin ilk şəhid qardaşımız, milli qəhrəman. Çıldan döyüşlərində Akrojendə çoğunu polis qardaşıyız. Şəmkirli Elifərət. Ermənilər o avtomatla vura bilmədi. Grantamiyotla vurdular ayağının altından. Parçalarlar uşağı. Görünəlim. Bizim kimi oğlanlar bütün dünyaya meydan oxuyur. Torkalı Ərbaydan, Torka Ermənistan. Görünəlim. Yazana kimi beğensi yaşayacaq bizdən, arpayacaq. Mən 73 təvəllüyəm. İyi gəlsə. Tarixi də yazmışam. Mən anamın himayəsində yaşayıram. Bir yaxınım var mənim. Bir yaxınım var mənim. Qanlar qucağımdadır. Görürsünüz qanı. Baxın. Qandan erməni qorxur da, cənab veririz, biz qorxmuruq. Bir kişinin oğlu kişilər. Cənab veririz. Gəldi gedi mən davet edəyim polislər göndərdilər. Söylemişdim əvvəldən ama onlar mənə götürməmiş idi. Yəni allatdılar mənə. Davet edəyim polisləri göndərdilər. O kızı Vasifdir. Bilərək gəldi. Özləri səryan polisi də məhkəmələrə də birləşib, mənə şər atıblar, nəsə çox əziyyətlər verirlər. İnandım onlara, qapımı bıraxdım, qapını açdım, girin içəri. Gətirdim bir də xalçanın üstündə çaylar verdim. Çaylar verdim xalçanın üstündə.
mənə söyüş söyləyirlər, namus söyüşü, ana bacı söyüşü, hamısı. Deyəm qardaş, mən neyse yaşayır, baş özümdən gedir. Bugün də gəldilər mənim evimə, bugün saat neçədir ki? Bilməm, indi danışıram da mən, saat ayın neçəsidir? İndi danışıram mən. Bugün gəldilər səhər evimə. İnan, açdım qapını, baxdım hamısına yerə. Mən hiss edememişim. Buranın dayıcam səhiyyə onu. Baş müstəntiyi dağınımdan gəlir. Orada bıraxdım gəlir. Barışıq zaten, mən haymışam, barışıq verir, kimsə öldürmüşəm, kəsmişəm. Hissəndir və hissənmişəm, spor eləmişəm. Söyüşlə danışmadı, spor olmayacaq. Sən başa dönəm, anam da orada. Ana, başa dönəmsən. Mən var yoxum belə olsun, baş müstəntiyi. Qeyrətin belə olsun. Yəni, biz Süleyman Bey'i Qarabağda ben şeyləyirik, Süleyman bizim fəxrimizdir. Mən bunlara inana biləcəm. Oturdum bu anam, bəhsimi və hər şey. Sonra bilirəm ki, mənim qol qısmı qatlayırlar. Cənab Prezident, Azərbaycan qanunu qol qısmı qatlayır. Nə olur? Lezbalarımı ciblərimdən götürdülər. Atım maşına apardılar səyəmə, falan şey qoyacaq. Annem ve oku bilmem yazmışsın. Atam WhatsApp'a, telefonum WhatsApp'ı da B5'te var. Bundan qabaqki Qarasa qəsəbəsinin Səyyan rayonunda uçaq qovsi. Attım WhatsApp'a getdi. Cənab Prezident, bax indiki gün oturmuşam. Martın bilmem neçədən Novruz bayramı keçib, bilmem neçəsidir bu günlər. Novruz bayramı keçib. Gəldim evə sevinə. Mən bəzi kağızlara qol çəkdilər. Atadım, WhatsApp'a bir dəqiqə atım. Bura qol çək, at onu. Bura qol çək. 3 dəqiqə kağızlara mənə qol çəkdilər. Oxu da bir də görüm nədir. Belə əsəbi olan, biraz sinirliydim, gözüm görmür onda. Qərətli, mən ərzə məcbur yəni ki, nə danışsan sən, o sən ki, üzr haqlıq edir. Belə şeylər yəni. Heç bu olmuyor, barışıq verib, yəni ki, siz barışırsınız. Elə bir ərizə, yalan girsək mənə yazdırdılar. İnandım. Dedim birinci qol çəkilən oxu gömü. Böyle bir şey tələsi hamısı tərəfdən tökülüb başıma. Mən tək gedmişəm bunlar Səyyan polisində. Aşağısı 7 nəfər başıma yığışıb. Aşağısı 7 nəfər. Mən üzülürüm, zəifləmişəm. 7 nəfər başıma yığışıb. Cənab Prezident, sənin polisin dedi ki, baş müstəntiq. Anasını batsın beyəsən. Sən demə, məni ağladıblar, qol çəkdiriblər.
Böyle bir şey anasını batsın. Her bir şey ne var namusunu söylüyor. Uşaqlara baxdım, tanıdığım uşaqlardır keçmiş. Polis isə bir baxdım, nə danışırsan sən qardaşım, o görmədin, belə bir şeylər elədilər. Mənə belə şeylər qol çəkdirdilər. Evə gəldim, ancaq orada dedim ki, bu qol çəkdiyimiz kağızı bir şəkilin WhatsApp-maya verim, mən heç zad vermədilər. Dedilər olmaz, yox, vermək olmaz. Belə bir şeylər dedilər. Qanun var, var bensin. Belə bir şeylər dedilər. Dedi, atıyorum WhatsApp-ı. Cavab verdi. Başımı kəsməyim də səbəbi o. Gəldim evə, telefonu açdım, anam gibi oturub. Ki, baxım, sevinə açsam görüm, oxuyum görməyə çəkmişəm. Kağızı üzbəüz oxuya bilmirəm, gözlərim qaraltılar çəkir, görə bilmirəm, hərfi görə bilmirəm, oxuya bilmirəm. Mənəsin heç kimi oxumur. Anladıblar mənə də, elə söylür, anladıblar mənə, elə söylür, anladıblar mənə. Anladıblar mənə. Attım WhatsApp-a, nömrəm də Beyrəkdə var. Bundan qabaqçı bizim uçaskol verdi, Beyrək. Nerede? Yəni ki, mən onlara inandım. Attım WhatsApp-a. Evə gəldim, anam zat evdə hamısı bir. Açdım telefonu, gördüm mən heç zat gəlmir. Zəng vermişəm, telefonu bir dəfə açdım, dedim göndərmişəm. Dən daxma bir dəfə baxım. O daxma bir dəfə baxım, cənab prezident. Azərbaycan qanun varsa cənab baş prokuror, istintaq idarəsi. Görün edim, halım yoxdur, birazdan bağlayacağım telefonu. Görün nə deyəm. Nə deyirdim mən? Görün nə deyirəm. Nə deyirdim mən? Nə deyirdim mən? Kişidir yəni. Mənə gəlib deyir götürən oğlan. Bu oğlan ola bilməzsiniz başı. Çünki namusuzu sözdünüz, yalancı çıxdınız. Gücüm yoxdur. Gücüm yoxdur. Yaymaq xüsusi sponsorları qardaşlarım evi, Queen's Məktəb Texnikası, sponsorlar, Hermalit boyaları, Oxu Tədris Mərkəzi, Central Klinik, ECS Xaricdə Təhsil Mərkəzi, Cihan Event Hall. Belə telefonu açmadı. Dən görüm nədir? Açmadı telefonu. Hələ də açmır. Götürdüm Rafiə Rezba. TikTok açdım, gördüm ərəblər danışır. Şəhidlərimiz yadıma düşdü. Ərəblərlə danışa. Onlara söylüyordum. Deyirdim ki, mənim kardeşimin
Şəhər qardaşımın qəbrinin üstündə siz burada şellənirsiniz. Ha ha deyir, gülür. İşte qızım 2 dənə mənə verir. Səndim olaya baxdım. Biraz. Dedim, Ərəbistan'a gəlib sən siz kimi mat şəri gülə bilməm, özümü öldürəm. Çünki mən özümə hörmət qoyuram. Gəlir bizim qəbrimizin üstündə şəhidimizin qardaşımızın. Onları söydüm, səndim, ezvala götürdüm. Çəkdim boğazıma. Elə belə bir elementar şeydən. Çünki bir günləri mən onların Səyyan polisin anaların, bacılarını da söydülər. Namusdan mənə inandırmaq üçün. Baş müstəntim mənim dalımdan gəlir. Cənab bilirsin, mən nə varmışam? Öldürmüşəm. Kimə bıçaq soxmuşam, kimin başını kəsmişəm. Sadəcə su mən hissəndir məndə, əsəbləşməm, biraz uğraşmışıq, qutardı. Məyə quruma qurdu, başına. Halım yoxdur mən. Halım yoxdur mən, bağışlayın mən. Mən görünmür. Mən döyüşən uşaqları hayır. Daşçın gecəm.